Salam hər kəsə. Bu gün Novruz süfrələrinin bəzəyi, boyatlamayan, kövrək, çox dadlı, ləzzətli şəkərbura resepti bölüşürəm. İçlik üçün 500 qram üyüdülmüş fındıq ləpəsinin üzərinə 400 qram şəkər tozu və 1 çay qaşığı hil əlavə edib qarışdırıram. Hil əvəzinə vanil də istifadə edə bilərsiniz. Və içliyimizi hazır edib bir kənara qoyuram. Keçirəm xəmirimi hazır etməyə. Xəmir üçün 500 qram ələnmiş əla növ undan istifadə edirəm. Unu qaba əlavə edirəm. Üzərinə bir cimdik duz və 200 qram otaq temperaturunda yumuşaq yağ əlavə edirəm. Bir paket şəkərli vanil əlavə edirəm. Yağla unu birlikdə umaçanını gətiririk. Qeyd edim ki, yağ mütləq ağ olmalıdır. Əgər şəkər buranızın ağ olmağını istəyirsinizsə, ağ rəngli yağdan istifadə etməlisiniz. Marketlərdə satılan hər hansı ağ rəngli yağdan istifadə edə bilərsiniz. Əlimizlə bu şəkildə umaç hazırlayırıq. Və belə etdikdə əgər xəmir bir-birinə yapışırsa, demək ki, umacımız hazırdır. 100 qram xamanın üzərinə bir yumurtanın sarısını və bir yumurta bütöv əlavə edirəm. Mən 20%lik xamadan istifadə etdim. 20-25%lik xamadan istifadə edə bilərsiniz. Bunları əlavə etdikdən sonra üzərinə yarım çay qaşığı şəkər tozu əlavə edirəm. Qaşıq vasitəsilə yaxşı-yaxşı qarışdırıb, düyün qalmayacaq şəkildə çalırıq. Əgər istəsəniz, sizə rahat olsun deyə mikserdən də istifadə edə bilərsiniz. Amma əlinizlə də bir neçə dəqiqə çalıb bu vəziyyətə gətirə bilərsiniz. Çox tez açılır. Amma biraz çalmaq lazımdır əlbəttə. Hazırladığımız məhlulu unun üzərinə boşaldıram. Daha doğrusu umacımızın üzərinə boşaldıram. Və gördüyünüz bu qədər mayanı qaba əlavə edirəm. Üzərinə bir qaşıq ilıq su əlavə edirəm. Mayanı çox az götürürük. Çay qaşığının yarısından da az maya istifadə edirik. Və xəmiri yoğurmağa başlayırıq. Xəmir üçün bir armudlu stəkan təxmini süd götürmüşdüm. Və o südün nə qədərini istifadə etdiyimi axırda sizə göstərəcəm. Südü çalışın çox az-az ehtiyac duyduqda əlavə edəsiniz. Çünki şəkərburanın xəmiri boş olmamalıdır. Xəmiri düyünlər qalmayacaq şəkildə yaxşı-yaxşı yoğururuq. Və bir də onu demək istəyirəm ki, əgər videomu izləyənlərdən kanalıma abunə olmayanlar varsa, abunə olasınız. Bildirişləri açasınız ki, yeni videolarımdan xəbərdar olasınız. Əgər videolarım faydalıdırsa sizə, xoşunuza gəlirsə, o zaman bəyənməyi də unutmuruq. Xəmiri hazır edirik və bu qədər südü qaldı. Gördüyünüz kimi çox az süd istifadə etdim və istədiyim kimi xəmir oldu. Xəmiri yarım saat dincəldirik. Yarım saatın sonunda isə götürüb hissələrə bölürəm. Mən 40 qram olmaqla 24 ədəd kündə hazırladım. Və şəkərbura hazırlayarkən bizə lazım olacaq belə bir tərəzi. Mətbəx tərəzisi məncə hər evdə olmalıdır, çünki çox işimizə yarayır. Hər birini bir-bir 40 qramlıq kündədən hazırlayıram. Və bu şəkildə kündələr edirəm balaca. Kündələrimi hazır edib belə bir podnesin içərisinə yığıram və üzərini salafanla örtürəm ki, mən yaydıqca qalanları qurumasın. Və götürüb bir-bir yaymağa başlayıram. Xəmirləri nə çox qalın, nə də çox nazik olmamaqla, orta qalınlıqla belə yayırıq. Və yayıb bir kənarda bir-birinin üzərinə yığırıq. Mən 6-6 olmaqla bir-birinin üzərinə yığdım.
Onu da deyim ki, mən bu resepti yarısını hazırladım. Əgər siz 1 kiloqram undan hazırlamaq istəsəniz, onda ərzaqları 2 qatını hazırlaya bilərsiniz. Məsələn, 100 qram xama götürürsünüzsə, 1 kiloqramdan yoğuranda 200 qram xama istifadə edə biləcəksiniz və 400 qram kərə yağı və yaxud da margarin istifadə edə biləcəksiniz. Bu şəkildə yaydım, hazır etdim. İndi isə başlayıram bir-bir içərisini doldurmağa. Yaydıqdan sonra da üzərini mütləq örtürük ki, qurumasın. Mən içərisinə təxminən 2 çay qaşığı yarım içlik qoydum. Bəzilərinə isə 3 çay qaşığı qoydum. Bu sizin zövqünüzdən asılıdır. İçliyi çox və ya az qoya bilərsiniz, amma çox az qoyduqda isə şəkərburanın içərisi boş olur və ona forma vermək biraz çətin olur. Çalışın bükərkən kənarlarına içlikdən dəyməsin. Dəysə belə onu su vasitəsilə yapışdırmağa çalışın. Mən bu dəfə yapışdırarkən sudan istifadə etmədim. İçliyi doldurduqdan sonra 1-2 dəfə yerə vururuq və iynə ilə dəliklər açırıq ki, içərisində hava qalmasın. Və 1-2 dəfə barmağınızla bu şəkildə bastırırıq. Və şəkərburamız belə olur. Və bunları da ağzını bükmədən öncə hər birini bu şəkildə içərisini doldurub hazır qoyuram. Yenə də göstərirəm. İçlikdən müəyyən qədər qoyuruq və qaşığın arxası ilə bu şəkildə bastırırıq ki, kənarlarına içlikdən dəyməsin. Bir-birinə yapışdıraraq bu şəkildə bükürük. Hər birini eyni qayda ilə hazırlayıram. Hazır olduqdan sonra bir-bir götürürəm və kənar hissələrini bükürəm. Hər kəsin öz əl qabiliyyətindən asılıdır. Kimdə necə bacarırsa elə etsin. Sıxıb bükürük bu şəkildə. Əgər şəkərburanı tez-tez hazırlasanız, əliniz öyrəşəcək və bükmək sizə asan gələcək. Hər birini eyni qayda ilə bükdükdən sonra keçirik üzərini naxışlamağa. Makas vasitəsilə kənarlarından sıx-sıx bəzəklər vururuq. Bəzəkləri zövqünüzə görə dəyişdirə bilərsiniz. Çalışın bir sıramı vurduqdan sonra digər sıramı onun əks istiqamətində vurasınız. Onda naxışlar daha səliqəli qalır və bu reseptlə edəcəyiniz heç bir naxış şəkərburanın üzərindən itməyəcək. Bundan əmin ola bilərsiniz. Mən neçənci dəfədə bu reseptlə hazırlayıram və çox razı qalıram. Və bu reseptlə hazırlanan şəkərburalar çox kövrək və dadlı olur. Quru olmur qətiyyən. Neçə gün qalsa belə yenə öz kövrəkliyini qoruyur. Bu üsula döymə xəmir də deyirlər. Mən klassik sadə bəzədim və soba listinə qoyarkən də kənar tərəflərini ortaya qoyuruq ki, kənarları tez qızarır. Ona görə də kənarlarını qıraq tərəfə yox, orta tərəfə qoymaq lazımdır. Hər birini hazır edib soba listinə yığıram. Listin içərisində üzəri biraz quruyana qədər, yarım saat qədər saxlayırıq. Sobaya vermədən öncə mütləq iynə ilə dəliklər açmaq lazımdır ki, bişərkən açılmasın. Kənarlarına və üzərinə diqqət edin ki, qızarmasın. Sadəcə altını bişirmək lazımdır. Üzəri isə sadəcə olaraq qurumalıdır.
Və bu şəkildə şəkər boyalarımız hazırdır. Çox dadlı oldu və çox gözəl oldu. Siz də mütləq bu reseptlə hazırlayın. Heç peşman olmayacaqsınız və bir dənəsini sizə bölüb göstərmək istəyirəm. Necə yumuşaq bölünür. Çox kövrək və çox dadlı oldu. İçi də bu şəkildədir. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeni videolarda görüşmək diləyilə.